1990-cı illər Sovet İttifaqı dağıldı, qanun dağıldı, dövlət yox idi. Bu boşluqda isə bir başqa dövlət yarandı. Kölgə dövləti. Bu dövlətin pasportu yox idi, amma qaydaları vardı. Məhkəməsi yox idi, amma hökmü qəti idi. Onlara Vorzakon deyirdilər. Qanun oğruları. Bugün sənə nağıl danışmayacağım. Topologiya yox, kim kimi öldürdü, ora girmirəm. Sadəcə bir şey danışacağım. Onlar necə yüksəldi, necə zirvəyə çıxdı və necə tarixə çevrildi. Gəlin videomuza keçməmişdən əvvəl qısa bir intromuza baxaq. Söktüp kalan dekran drap. Ay. Стекала с гуся вода с двумя головами. Таков нынче образ, матушка Русь. Прости нас, брат Юра, мы все проебали. Весь космический мусор, за бугор ушел груз. Россия гремит, как и союз скандалами. Этот сталинский шлейф, нынче путинский шлюз. Страна, где из шлюх сразу да в генералы. И где быть ветераном, так горько на вкус. Славься, Отечество, наше казенное. Славься, Отечество, наше казенное. И пошел паровоз тот всеми парами, и в три глотки сожрали весь Советский Союз. И был сладок на вкус весь тот уксус халявный, поголовный синдром, наполеоновский курс. Играла спираль историй всеми цветами, всех под пресс и подстричь каждый куст. Если правда с дрожащими только губами, то за что воевали Севастополь и Курск? Rus mafiyasını anlamaq üçün 90-cı illərdən başlamaq səhvdir. Bu sistem daha əvvəldən Sovet dövrünün içindən gəlir. Həbsxanalar, sürgünlər, qanun boşluqları məhz orada formalaşdı. Vorzakon anlayışı, Vorzakon sadəcə kriminal titul deyildi. Bu dövlətə qarşı alternativ bir sistem idi. Sovet dövləti insanları həbsxanaya doldurduqca, həbsxananın içində başqa bir nizam yarandı. Bu nizamın qaydalarını yazanlara vor deyirdilər. Onlar dövlətin qanununu tanımırdı. Öz qanunları vardı. Vor olmaq üçün şərtlər ağır idi. Dövlətlə heç bir əməkdaşlıq olmazdı. Polisə ifadə vermək,